Herkese selam olsun. Allah Teala Kur'an-ı Kerim'de Yasin suresinde peygamberlerin bir qəbilə, bir qəriyyəyə, bir şəhərə, bir ümmətə göndərdiyindən danışır. O şəhərin cəmaatı, o şəhərin insanları yolunu azıbmış. Allah Teala da öz peygamberini, üç peygamber ora göndərir. Əvvəl bir peygamber, sonra üç peygamber göndərir. Onlar peygamberləri təksib edirlər. Neyse danışacağım mevzu burada bir şəxsdəndir, heç peygamber deyil. Allah Kur'an-ı Kerim'də bir şəxsindən danışır ki, buyurur ki, peygamberləri onlar qulaq asmadılar və istədilər peygamberləri öldürsünlər. Deyir, şəhərin o başından bir nəfər qaça-qaça gəldi. Dedi ki, ey mənim qövmüm, nə istəyirsiniz bunlardan? Bunlar doğru danışanlardır və sizdən heç bir əcr də istəmirlər. Və məndən nə olub ki, mən onlara tabi olmayayım? Bunu vurdular, öldürdülər bu kişini. Bu kişi adı çəkilmir Quranda. Kimdir? Adı kimdir? Təfsirlərdə gəlib ki, Həbib Nəccardır. Bu kişi əvvəllər bir müddət özü Allah'a tapmışdı, amma peygamberlər gələndən sonra doğru yola tam hidayət olur. İnsan bəzən əqllə Allah'a tapır, amma doğru yola tam vara bilmir. Ona görə Allahın nübüvvətinə və imamətinə ehtiyacı var. Xülasə dediyim məsələ bu deyil. Xülasə dediyim məsələ budur ki, heç vaxt cəmiyyət Allah tərəfində olan bir insanı dərhal qəbul eləmir. Ya təksib eləyir, ya təkfir eləyir. 100 cür bəhanələr qoşur ki, bunlardan uzaq olsun. Niyə? Çünki o qədər fəsada bulaşıblar ki, Allah yolunda olan düzgün insan saymırlar. Çünki istəmirlər, istəyirlər hər şey fəsad olsun. Çünki keyf, eyş, işrət dalaca getmək istəyirlər. Çünki nəfsləri onlara bunu təkid eləyir. Çünki ruhlarının təkid elədiyinə əgər qulaq assaydılar, ağıllı insanlardan olsaydılar, o zaman peygamberləri və imamları qəbul eləyərdilər. Və Həbib Nəccarı da öldürməzlər. Həbib Nəccarı öldürürlər. Gör bu kişi nə qədər qövmünü çox istəyir ki, deyir ki, kaş mənim qövmüm biləydi, Rəbbim məni bağışladı və kərəmətlilərdən eylədi. Deyir ki, həmişə belədir. Allah bəndəsi, Allah adamı tək özünü sevmir. Özünü ən axırıncı sevərlərdən biridir. Həmişə birinci ümməti sevir, sonra özünü sevir. Çünki onların bütün dərdisəri insanları düzgün yola yönləndirməkdir. Onların bütün dərdisəri insanlığı xilas eləməkdir. Çünki biz öz həqiqətimizə qayıdarıq Allaha. Yəni geri dönüşümüz artıq oradır. Oradan başqa yerimiz də yoxdur. Əgər biz geri dönüş edəcəyimiz yerdə üzü ağ olmaq istəyiriksə, gərək Allah yolu ilə gedək də. Niyə axı biz nəfs və şeytanın yolu ilə gedirik? Və günümüzün bəşəriyyətin bugünkü bəlası budur. Bir insan əgər ali dərəcələrə çatıb, o insan Allah yolunda şəhid olur, cəmiyyət onu təkfir edir, o şəhid deyil. Niyə? Siz bir nəzər salın da bu hadisəyə. Həmən hadisə müddətində cəmi 3 peyğəmbər, bir dənə də bir şəxs qalır. 3 peygamberden birini öldürürler, ikisi qalır. İkisini də itaat eləmək əvəzinə istəyirlər onu öldürsünlər. Bir nəfər gəlir, deyir ki, öldürməyin. O peygamberdir, onlar peygamberdirlər, onlar Allahın sevimliləridir. Siz nə edirsiniz? Cəmiyyət həmişə belədir. Cəmiyyət heç vaxt Allah yolunda olandan bir olmaq istəmir. Niyə? Çünki cəmiyyət, şeytan bu cəmiyyəti zəhərləyib, əqilləri zəhərlənib artıq. Bunlar görürsünüz də sosial şəbəkədə bir şey paylaşırlar. Onun komentaryalara baxız, görürüz nə qədər iğrənc şeylər yazırlar. Həmən şey yazan bəlkə heç özündən xəbəri yoxdur nə yazıb. Həmən pis, mənfi aura ilə sözlər yazan, ya söyüş yazanlar bilmirlər ki, nə edirlər. Onlar hara gedəcəklərindən bilmirlər. Allah məzən buyurur Quranda: "Ələm ya'lam bi annallaha yara." Məgər insan bilmir ki, Allah Rəbbi onu görür. Allah bizi hidayət eyləsin və cəmiyyətdə şəhidin də heç vaxt vətən məsələsi yoxdur. Şəhidin ayrı seçkiliyi yoxdur. Hansı bölgədən, hansı millətdən olursa şəhiddirsə bir dənə qanun var. Allah yolunda fi səbilillah şəhiddir. Onlar diridirlər, ölü deyirlər. Sən buna hər cür irad bildirirsən, bildir. Bu sənin günahındır. Onun yox. O öz məqamına çatıb artıq. Sən onun qədrini bilmədin və buna görə də hirslənəcəksən.